Eloş buna bak. Burnunu böyle la. Böyle. Salam, kanalımıza hoş gelmişsiniz. Bugün burada değerli bir tane qonağımız var, Keçili xanım. Biraz həyasız xanımdır, qışqıra bilər. Bugün biz alışveriş eləməyə getmişdik çünki evdə artıq heç nə yox idi. Haradasa 110 manata yaxın, 120 manata yaxın alışveriş elədik. Amma bura ət məhsulları, toyuqdur, mal ətidir, bunlar daxil deyil, balıqdır. Bunlar heç bir daxil deyil. Yalnız belə lazım olan bir neçə şey var, bunları aldıq. Bir neçə şey deyim, əməlli bir şey almışıq, amma pəncərəni hər dəfə yadımdan çıxıb pəncərəni bağladım, səs çox gəlməsin deyə. İndi açıq bir sizə göstərim nələr almışıq. Biz iki marketə getdik bugün. Bir Araz marketə, bir də Razində, Bakıxanovda yerləşən Sərhan marketə. Çünki bəzi məhsullar orada bahaydı, ucuz idi, ona görə dəyişik getdik. İndi birinci bu paketdən başlayım. Bunları Arazdan almışıq. 52 manat deyəsən ya da 53 manat orada elə deyil. İndi çəkil üstədir. Çəkil üstədir. 52 manat 75 qəpik. Belə bir chips almışıq. Bir dənə. Sonra bu nə gedir? Suxali gedir. Çörək nə gedir bu? Klepsi almışıq. Sonra belə bu kitayların lapçasını aldıq yoxlamaq üçün. Pendir aldıq. Sonra belə endirimə düşmüşdü şokolad aldıq. 2 dənə soda almışam. Soda çox istifadə edirəm ona görə. Sonra İçim markasının labnesini aldıq. O birisi markalarınkini də yoxlamışdım, amma bu daha çox xoşuma gəldi. Əvəzəyə də biraz verirəm. Sonra ben buna Türk vermeşil deyirəm, bilmirəm, elə xırda. Saçlarını niye açdın? Açtırmam, ne olacak? Ay, kalırsan. Eybi falan saparacını sorayım, əsas ağzını salmasın. Sonra mərci almışam, evdə bulanın hamısı tutarmışdım. Soda almışam. Yox, soda deyirəm. Duz almışam. Şəhriyə aldıq. Və nar almışam. Aycan. Git, yatmağa. Bye bye. Sağ ol. Bye bye. Arazdan aldıqlarımızla davam edəyək. Yox, bu Araz deyil. Sonra qarışdırdım. Araz buradadır. Sonra üzüm aldım. Meyvələr biraz endirimdəydi. Həmişə Sərhandan alırıq meyvəni, ucuz olur. Amma bu dəfə bəyənmədim. Arazda da endirimdəydi deyə aldıq. 2 dənə Kənan belə yoğurt aldı. Endirimə düşmüşdü. Bu markanı ilk dəfə görürük. Sonra xurma almışıq. Kartof piri almışam. Endirimdəydi. Bananın qiyməti yaxşı düşmüşdü Arazda, 1.99'a. Ona görə 2 dənə də belə banan aldıq. Keçək Sərhan marketdən aldıqlarıma. 2 dənə brokoli aldıq. Çox qəşəngdir, təzə idi, ona görə aldım. Sonra buradakiləri göstərim. Tez-tez göstərirəm. Çünki gün orta yeməyə hazırlamalıyam. Və Elazığda yatmalıdır. Bir dənə belə simçika aldıq, tum aldıq. Sonra Kənan bu markanın labnesini aldı. Belə hindi füme aldıq. Qənd almışıq. Pendir. Pesto və çay. Çay 2 dənə almışıq. Bir Azərçayın bu bunu hiç bu buraxılışının dadına baxmamışıq. Ətirli çay yazır. Qardaşım məsləhət deyir, ona görə onu aldıq. Daha sonra belə bir yumurta almışıq.
Astaranın çayını aldım. Həmişə azər çay alırdım. Bu dəfə bu çayı aldım yoxlamaq üçün. Endirimli idi. Elazığ'a ilk dəfə diş şotkası istifadə edəcəyik. Uşaq üçün diş şotkası aldıq. Sonra sosisli aldıq və burada 2 çeşit sosiska almışıq. Əslində sosiska tavası biz çox tükətmirik, amma bu dəfə yanından keçəndə biri iyi vurdu. O da elə bir bişirmişdilər, adamın nəfsi çəkdi, ona görə aldıq. İndi tez bazar onu eləyəcəm yeməyə. Yeməyi çox təsir elədi, orada xoşuma gəldi. Bir də Hicazın bir də kalbasasını almışıq. Zeytun almışıq, zeytun sizə göstərəcəm. Bu zeytunun kilosu 16 manatdır və çox iridir, çox dadlıdır. Əgər bu tərəfdə razində qalan varsa, Sərham marketdən, Sərham deyirəm, köhnə adı Sərhamdır, indi Möcüzə marketdir. Oradan bunu alarsınız, çox dadlıdır, alıb yoxlayın. Yoxlasaq bəyənsəz mənə də yazın. Alışverişimiz bu qədər idi. Möcüzə marketdə də 69 manat 71 qəpik xərcləmişik. 120 manatdan da çox eləyir ümumi hesablayanda. Amma bəzi əksər şeylər var ki, yoxdur. Əsas məhsullar, dediyim kimi, ət məhsulları yoxdur. Yağ ala bilmədim. Yağlar çox bahaydı qiyməti. Yəni, endirimə bir yağ düşmüşdü. O da öz köhnə qiyməti idi. Gözlərim bəlkə başqa marketdə düşər. Hələ ki yağım var. Biraz qalıb. Sonra yağ alacağım. Əsas yağdır və ət məhsulları qalıb bazarlıqda. Bu qədər. İndi əsas məsələ yerləşdirək. İkinci soyuducuya qoyacaqlarını yerləşdirəcəm. Bu soyuducunu nə qədər də düzəltsəm yenə kaş olur. İçərisi qarışır. Hamısını yerləşdirdim. İndi istəyirəm sizə də göstərim. Məncə səliqəli oldu, pis olmadı. Burada belə oldu. Bir də bu şkafı hazır dedim, düzəldim. Bura yeni aldıqlarımı düzdüm. Burada da makaronlardır, təzə aldıqlarımdır. Belə düzdüm. Arkadaşlık seni hak eder. Elazığ nədir o? Yaman xoşuna gəldi bura. Hoşuna geldi. İlk defa maşına bindin.
Verirdin anaya, ver. Elazi ver anaya. Ver. Anaya verirsən? Bəs mən? Bəs mən? Bu da sənə. Çox sağ ol. Hamıya salam qızlar, necəsiz? Mən Instagram üçün video çəkirdim və düşündüm sizin üçün də bölüşüm. Görürsünüz buralar nə gündədir. Arxa fon həmişə belə olur. Nədir qızım? Olar göstərim nələr almışıq. İlk öncə başlayayım nə almışıq, nə çıxıb. Belə bir tava almışdım. Bu bilinç üçündür, tefalındır. Cızıqlı göndəriblər. İndi görüm onu necə eləyirəm. Daha sonra, həcəm. Endirimlərdən istifadə etmişdim. Ona görə çox şey almışam. Qızım, mümkün ver ona danışsın da. Ayın əvvəli çox yaxşı endirimlər var idi. Poloda çox yaxşı uşaq geyimlərində endirimlər var idi. Bunlar 60 manatdan, 70 manatdan 20 manata düşmüşdü, aldım. İkili dəstdir. Biraz böyük almışam, gələn ildə giyinsin. Sonra bir dənə bu dəstə almışam. Haycan, bir imkan ver, ana çəkim də göstərim xalalara nə almışıq biz. Sonra bu dəstə almışam. Fikirləşdim, bağçaya göndərəcəm gələn il. İnşallah ki, 2 yaş olsun. Düzdür, bütün günü yox, yarım günü göndərəcəm. Nədir, sən də danışmaq istəyirsən? İndidən fikirləşdim, alım, bağçaya gedəndə dəyişinə paltarları olsun. Həm də yəni qiymətlər çox yaxşı idi, ona görə aldım. Daha sonra Eliza'ya aldıqlarımı davam eləyək. Bunu Defacto'dan almışdım, amma çox bəyəndim. Bilmədim, belə qəşəng gələcək. Bu da belə şalvarlı dəsti. Haycan. Aç. Bu da göstərim sizə. Belə bir şeydir. Bu çox qəşəngdir. Bunlar da qəşəngdir, amma bu da qəşəngdir. Materialı. Ay balam, sənə nə oldu axı? Niyə qoymursan ana video çəkim? Gəl, dur. Dur, gəl. Qucuma gəlmək istəyirsən? Ay. Bax, ana sənə burada etiket göstərsəm olar? Bax. Aa, görürsünüz qızlar. Eliza'nın etiketi var, paltarları var. Artıq endirim olan kimi olmasa da birinci Eliza üçün hər şey alıram. Özümü demək olar ki, çox az şey alıram. Bir də bu dəstə almışam Eliza'ya. Bu da Polodandır. Dediyim kimi çox yaxşı düşmüşdü qiymətlər. Ona görə onları almışam. Bunları hamısını atıb yumalıyıq. Bunu özümə almışam. Belə bir papaqdır. Sonra özümə bir dənə belə trench coat almışam. Qısadır. Üstümdə indi alınsa sizə göstərəcəm. Bir də Eliza'ya gələn il giyinməsi üçün belə bir şey almışam, dəsti, şalvarla. Bunun balaca razmeri yox idi. Əslində bu il almaq istəyirdim, amma ona görə gələn il aldım. Yəni hazır endirimdə idi. Daha sonra bir də yayda giymək üçün bir dənə belə dəsti almışam. Altına da şortu var. Bunları da ikisini eyni markadan almışam. Hansını bəyənsəz komment hissəsində yazın, sizə göndərərəm linklərini. Bu da Kənanın sifarişləridir. Ona saxlamışam, axşam baxsın. Açanda bilməmişdim. Haycan. Evin halını görürsünüz. Birazdan yığışdırmağa keçəcəm. Bir də bu ikisini Kənana almışdım. Sizə göstərim. Bu şalvar nazik şalvardır, ilman forma. 9 manata düşmüşdü, inanırsınız. Burada belə şey tapmaq olmur. Material da qəşəng. Mən bəyəndim, indi Kənan daha yaxşı bilər. Bir də tişört almışdım. Haycan. Bir də belə bir tişört seçmişdim 6 manata. Bu da çox qəşəng gəldi materialı. Haycan. Bir də sizə dəyişikliyi göstərim. Bir də bu hissədə dəyişikliyi elədi. Twistendin arxasına gətirdi, güzgünü qoyduq. Mən danışanda Eliza qışqırır. Hə, Eliza'ya bir şey verdim başı qarşısın deyə. Biz güzgünün yerini dəyişdik. Buradaydı əslində bizdə. İndi bura tablo asacağıq. Çünki Eliza gəlib güzgünü artıq dartırdı aşağısından. Qorxduq ki, üstünə düşər. Ona görə keçdik Twistendin yanına, dərsə arxasına. Artıq əldə bilmir. İndi birazdan bunları da yığışdıracaq. Çünki Eliza xanım onları da artıq çəkir qabağa. Belə istədim nə dəyişikliyi eləmişik, onları sizə göstərim. İndi kameranı qoyum qırağa və evi tez bazar yığışdırım. Bir də əgər məni Instagramda izləmirsinizsə, mütləq gedin Instagramda məni takip edin. Çünki orada daha çox
canlı həyatımdan paylaşımlar edirəm və qısa reelslər paylaşıram. Əslində YouTube-a da arada atıram, amma əksər hazırladığım Instagram üçündür. Belə indi buraları yığışdırım. Sizlər incələr. Nacan. Alo. Alo, o da telefonla danışır. Alo, kimdir? Alo. Bu kadını atmayın çünkü telefon burada. Yaxşı indirildi. Ancaq yaxşı indirilirlər bence ki, onun üçün fikirləşdim ki, vay, nə lazımdır hamısını alalım, sonra bir daha alışveriş eləməyəcəm, çünki həddindən çox alışveriş elədim. Elazığ'a almışam, həm özümə bir neçə şey, həm ev əşyaları almışam, həm Kənana almışam. Yəni, bildiyiniz bu ay bankrot olmuşum. Fikirləşdim, amma indirimli bir də bu fürsət düşməyəcək. Aynı sonu Black Friday indirimli olmalı. Eğer nəsə bəyənsəz, ona görə mənə yazın. Sizə linkini göndərim, aynatı siz də sifariş edə bilərsiniz. Düşəndə həyətə, tuvalet uyuyalım, Elazığ'ın anası gedəcək gəzməyə. Bunları qattalımı qırağa qoyum, Kənan gəlinə baxar. Aldıqlarımın davamı var, bunları da inşallah part 2'də çəkəcəm. İndi də bunları yığışdıraq. Kömək edirsən sən də anlayaq, gəl bunları qatdalayaq. Bu atamındır, hə? Eloş, atam nə? Aferin qızım. Hə, bu atamındır, bizim deyil. Bu yox, bura atamındır. Haycan. Ha, bu da qalıb. Haycan. İndi görək bunları yuyanda necə olacaq. İnşallah materialları yaxşı çıxar. Canım, bilmirsən, ana qatdalarını oxu bunları. Bunu indi yox, bunu yerdə giyinəcəksən. Amma bunu səhv bilmirəmsə, onu konsepti yapmışım. İndi giyinə bilərsən, ana yiyor bunu. Bunu giyinərsən, yaxşı. Ata gələcək işləm. Digər Cəmuraq tez gəlsin ata, yaxşı? Cəmuraq ata deyir, tez gəl ata. Bunları da aparaq. Elazığın şkafına. Ata.